7-ci ildə mühitlərin özəl qüvvətlər kursuna qatılmışıq. Demək, bizdə belə sənədləşməklə bağlı bir problem oldu. Biz ay yarım sonra qatıldıq kursa və bu ay yarım sonra bizə gez qatıldıq. Bizim orada bir Türk komutanımız var. Dedi, siz gez gəlmişsiniz özəl qüvvət kursuda, ayaqlaşa bilməyəcəksiniz. Siz qaydın, gedin, növbəti kursda mən sizi çağıracam, söz verin. Biz də pazar günü gəldik, saçımızı qırpdırmış rahatlar. Biz ikimiz də getdik, dedi ki, komutanım biz dönə bilməyəcəyik. Dedi ki, niyə dönə bilməyəcəksiniz? Dedi ki, biz bu saçla getsək hərbi hissəmizə, birliklərimizə, bizə deyəcəklər ki, siz özəl qüvvət kursunu bacarmadınız deyə bir günə qayıtdınız. Biz qayıtmayacaq. Dedi ki, siz ayaqlaşa bilməyəcəksiniz. Dedim ki, yox, ayaqlaşacaq. İkimiz də söz verdik komutanımıza ki, ayaqlaşacaq və hardasa biz o kurs müddətində 3-cü və 4-cü yerlərə gəldik çıxdıq. Maşallah. Kurs müddətində. Və biz bitirdik, ikimiz də eyni qıtaya qatıldıq. Yaşmada özəl qüvvət alayı idi, onda alaya qatıldıq. Tim komutan yardımcısı oldu. Və qısa bir müddətdə mən paraşüt timində, o isə MAK müharibə arama kurtarma timinə qatıldı. Qısa bir müddət içində seçildi və getdi və mühit bizim içimizdə ən hızlı tabur komutanlığına erişən kişi oldu. Yüzbaşı idi, özəl qüvvət tabur komutanına bizim Hikmət Mirzəyev özəl qüvvət komutanına tayin etdi və mühit ilk özəl qüvvətlərdə ilk görevə qatılan komutan oldu, tabur komutanı. Özəl qüvvətlərin, yəni Azərbaycanın ilk düşmən mevzilərinə girən özəl qüvvət komutanlarından biri. İlk olaraq savaşa qatılmış. Susturucu silahımız var, Rus yapımı, hər zaman əlindəyik. Özəl qüvvət tim komutanı olanda da, tabur komutanı olanda da. Mühit bizdə sonradan yaranmış özəl qüvvətlərin koruma tabur komutanlarında yaratdı. Bir çox özəl qüvvətlərin görevlərində çalışdı və Türkiyədə keçirilən Azərbaycan-Türkiyə qardeşlik, Qafqaz Kartalı olsun, digərlər olsun, hepsində başarılı şəkildə bütün tatbikatlara qatıldı. Və 2016-cı ildə mühitlə biz danışanda bizim ən çox çalışdığımız erməniz öyrənmək idi. Bir-birimizə Yeriko deyirdik. Bir-birimizə Yeriko deyirdik. O həmişə mənə deyir ki, Yeriko daha yaxşı iştirak eləmək lazımdır bu görevlərdə, daha çox öldürmək lazımdır. Və özəl qüvvət komutanı onu çox istəyir. Hikmət Paşa onu çox istəyir. Həqiqətən bu belə idi. Özəl qüvvət komutanı bazı görevlərdə mühiti sırf kendisi timindən əlavə özünü görevlərə, yəni özəl qüvvət komutanına yaxınlaşırdı belə fərdi olaraq. Ona xahiş edir ki, mən yenə gedim tapşırıqlar. Və bir gün aramızda belə bir söhbət keçdi. Mühit, bəlkə hər tapşırıqlara belə qatılırsan, bəlkə öz timinlə, öz taburunla gedəsən. Dedi ki, mən hövsələm çatmır otaqda oturum, hansısa bir sənət yazım və kimlərsə geçsin tapşırıqlara, mən onda özümü yarımçıq hiss edirəm. Kabul etmiyor. Yok, tabii yazmayı, oturmayı, planlamayı kabul etmiyor. Evet, icraatta olacak. Hikmət Paşa ona tabur komutanlığını təklif edəndə onu demişdi. Demişdi ki, mən gələcək subay olmaq istəmirəm, mən savaşmaq istəyirəm. O da söz vermişdi ona ki, mən sənə savaşmanın şərait yaradacağam. 2016-cı ildə aprel döyüşlərində mühit tabur komutanı olaraq mevziyə girdi, düşmən mevzisinə və son ana kadar o mevzidə savaşdı. Son ana kadar. Artıq bütün timi, arkadaşları hepsi şehit olduktan sonra en son 4-5 kişini de yaralı şekilde oradan geri gönderir ve özü çıkmır. Onları koruyur mevzide ve orada şehit olur. Mühit üçün danışmaq əslində yəni düzdür. Bizim bütün şehitlerimiz kahramandır. Ona biz bir şey demirik ama mühit üçün danışmaq Kəşfiyyatın Mixaylovsu üçün və yaxud da ki bir aslan parçası üçün danışmaq, yəni bunu sözlə ifadə eləmək çətin. Evet. Çətin. Çok güzel ifade ettin. Bizim
savaş qəhrəmanımızdır və biz 185 kişi özəl qüvvət timinə qatıldıqda, özəl qüvvət kursuna sadəcə 12 kişi bitirdi kursu. Onlardan ikisi şəhid, biri Mühid Oruzu, biri Fikrət Məmmədov. İkisi də yüzbaşı olaraq şəhid oldu. İkisini də özəl qüvvət komutanı, hökumət başı olan ikisini də ilk tabur komutanı tayin etdi. Onların ikisi də aynı şeyi söyləmişdilər və ikisi də biri 28 Mayıs Azərbaycan Respublika günündə 2014-cü ildə savaşaraq şəhid oldu. Bu isə 2016-cı il aprel döyüşlərində şəhid savaşaraq. İstədiyi də o idi, yəni. Bəzən özəl qüvvətçi ailəsindən daha çox belə şeyləri savaşmağa üstün tutur. Doğru. İstədiyi kimi də şəhid oldu. Yəni, Mühid hər kəsin sevimlisi idi. Mən Mühiddən həm kurslarda, həm tədqiqatlarda, həm görevlərdə olmuşam. Mən Mühidin gözündəki o qorxunu görməmişəm. Bir gün bizim bir alay komutanı vardı. İndi general, onu Mühidə gedir, Mühid döyüş tapşırığına gedir, düşmənin arxasına keçəcək. O da Yarbay, alay komutanımız, onun arxası ilə gəlir, saxlayır yolda ki, siz ara gedirsiniz, deyir ki, mən də gedirəm sizdən, o da döyüşçü komutanı edir, deyir ki, yox, mən bu şansı erməniyə verə bilmərəm, deyir ki, yüzbaşı ölsə, deyəcəklər ki, biz yüzbaşı öldürdük. Amma Yarbay ölsə, deyəcəklər ki, biz Azərbaycan Yarbayını öldürmüşük. Ona görə böyük bir mübahisə edirlər o sınır haqqında, o komutanını geri qaytarır. Deyir ki, yox, mən bunu eləyə bilmərəm siz. Onun bile düşünüyor o inceliği yani. Evet. Düşmana o şansı bile vermiyor yani. Allah razı olsun. Allah rahmet eylesin. Allah.